Qələmara qoyduq. Salam bir daha hər birinizi xoş gördük şagirdlər. Bugün sizin üçün situasiya suallarına davam edəcəyik. Situasiya suallarını keçən dəfə bir qismini çəkmişdik. Daha sonra bir sualı sizinlə bərabər situasiya sualı qurmağa çalışdıq. Bugün də inşallah sizinlə növbəti bir sualın situasiyasını bərabər qurmağa çalışacağıq. Yəni bizim dərdimiz sualdan situasiya qurmaqdır. Sualı situasiya formasına gətirməkdir. Məqsəd də ki, biz istəyirik ki, situasiya sualları azdır, ancaq uşaqlar ümumilikdə situasiya sualı beynində qursun. Və ya hər suala yavaş-yavaş situasiya kimi beynində bir genişləndirə və ya o sualın isbatını tapa bilərmi? Və ya necə gəldiyini tapa bilərmi deyə beynində düşünsün. Biz buna görə isə biraz dəstək olacağıq. Güvən nəşriyyatı S variantı, düz xətti bərabər təcilli hərəkət, düz xətti bərabər sürətli hərəkətlər. Bəli, S variantında 13-cü sual var. Bu 13-cü sual son zamanlar demək tez-tez topluluqda da var artıq buna bənzər sual forması. Biz bu sualın sizinlə birlikdə situasiyasını quracağıq inşallah. Görək biz bundan nə tip situasiyası qura bilərik və ya bizdən nə tip bir şey istəyə bilərlər bu sualdan. Doğrudur, bu sual bu şəkildə verib, ismin sürətin X qrupu oxuyucudadır, proyeksiyasını və sürətin modunu hesabla deyir. Amma biz bu situasiya kimi qura bilərikmi və yaxud da ki, bizdə situasiyada nəyi soruşa bilər? Bunu koordinat oxu üzərində göstərir. Uşaqlar, ona görə də bizim üçün vacib məsələ burada budur ki, biz bunu koordinat oxu üzərində necə göstərə bilərik və koordinat oxu üzərində bunun tapılmasına baxsaq çox gözəl olar. Bu da bizim üçün bir açılım olmuş olar və ona görə birinci Vx, Vy və ya V'nin özünü dairəlikdə tapmış olarıq. Yaxşı, birinci biz bir dənə koordinat oxu çəkmiş olaq sizinlə bərabər. Demək, X qrupu oxu üzrə birinci koordinat oxunu çəkmiş olaq. Demək, bu bizim üçün Y nöqtəsidir. Bu bizim üçün Y nöqtəsidir, bu bizim üçün X nöqtəsidir. Demək, A bizim üçün X-imiz demək 8-dir, Y-imiz 20-dir, B-də X-imiz -4-dür, demək, Y-imiz isə 4-dür. Demək, 8, X üzrə 8-dən, təqribən biz bu nöqtə deyə bilərik, 8-dən, burada biz bir 20 deyə bilərik, 20-yə, biraz daha yuxarı çəkmiş olduq, biraz tərəfdən çəksək daha yaxşı olar. Bura biz 8 vermiş olaq. Bura biz bir dənə 20 vermiş olaq. Bura demək ki, X-imizin növbəti nöqtəsi, B-mizi, Y-imiz 4 olacaq. Bura biz 4 nöqtəsi deyək. Burada bizim demək başlanğıc nöqtəmiz A bu nöqtədən başlayıb. B -4 nöqtəsi də burada -4 nöqtəsi götürə bilərik. Gəlib bunları burada kəsişdirə bilərik. Və salam uşaqlar, cisim demək A nöqtəsindən çıxıb gəlib B nöqtəsinə. A nöqtəsindən çıxıb gəlib B nöqtəsinə. İndi birinci X üzrə proyeksiyasını tapaq, SX-i tapaq. SX necə tapırıq uşaqlar? Sondan başlanğıcı çıxırıq. Yəni son başlanğıc nöqtəmiz bax A-dan çıxıb B-yə gəlib. X üzrə -4 çıxılsın 8, -4 çıxılsın 8, bu eləyər -12. İndi Y üzrə tapmış olaq uşaqlar. Demək ki, 20-dən çıxıb 4-ə gəlib. 20 çıxılsın, deyək, üzr istəyirəm, biz demək SY bərabərdir. -4 sondan başlanır. -4 çıxılsın 20, -4 çıxılsın 20. Demək, -4 də deyilmiş, -4 imiş. -4 çıxılsın 20, bu da eləyər bizim üçün -16. SX-i və SY-i tapmış olduq. İndi Vx-i tapa bilərik uşaqlar. Baxın burada. Vx-imiz nə olacaq? Vx-imiz bərabərdir. Sx bölünsün T. Sx-imizi neçə verib bizim üçün? Demək, biz özümüz tapdıq orada -12. T-miz neçədir? 4 saniyə bir bu elədir -3. Vy-i tapa bilərik uşaqlar. Demək, Sy bölünsün T-dir. O da -16 bölünsün 4-dür. Bu da eləyər -4. Aha. Demək, nəyi tapmış olduq? Bir tərəfi bu formada Y üzrə demək, biz tapdıq ki, yəni buxarı üzrə yönəlmə 4-dür, aşağı yönəlmə 3-dür uşaqlar. Bunların yekunu nə olmuş olacaq? Yəni proyeksiyası nə olmuş olacaq?
5 olmuş olacaq. 3, 4. V-imizin özünü də soruşur bizim üçün. Biri -4 tapdıq. Amma istiqamətlərinə burada diqqət yetirmədik. Bunun istiqamətinə diqqət yetirsək, bu şəkildə olacaq. V-Y-imizin, yəni aşağı istiqamətdə. Bu Y-üzrə tapdıq biz -4. X üzrə tapdıq. Demək, necə tapmışıq? V-X üzrə tapmışıq -3. -3 tapmışıq. Bəli, V-imizin modulunu istədiyi üçün bu da bizim üçün məhz 5 edəcək. Demək, uşaqlar, bizdən daha çox koordinat sisteminin üzərində bunu göstərilməsini istəyəcək. Buna birinci xüsusi diqqət etdik. Koordinat sistemi üzərində quraqın. Ondan sonra biz qiymətlərimizi tapmış olaq. Səhv etmirəmsə, orta sürətdə ətraflı yazıda məhz buna aid buna bənzər bir sual forması var. Bunlara hər zaman diqqət yetirmək lazımdır.